ABŞ vitse-prezidenti J.D. Vance önümüzdəki günlərdə Ermənistan və Azərbaycana səfər edəcək. Bu səfər fonunda ABŞ prezidentləri və vitse-prezidentlərinin indiyədək bölgəyə səfərlərini xatırlayaq. İndiyədək regiona səfər etmiş yeganə prezident George Bush olub. O, 2005-ci ildə baş tutan səfərində Tbilisidə Azadlıq meydanında çıxış etmiş, Qızıldil inqilabından sonra Gürcüstana açıq dəstək vermişdi. Hətta Tbilisidə onun adını daşıyan bir küçə də var. Vitse-prezidentlərin səfərləri isə demək olar həmişə Gürcüstan üzərindən keçib. 2008-ci ildə Bush administrasiyasının vitse-prezidenti Dick Cheney əvvəl Bakıya, sonra Tbilisiyə getmişdi. Bu səfər Rusiya-Gürcüstan müharibəsindən dərhal sonraya təsadüf edirdi və məqsəd Rusiyaya mesaj ötürmək idi. 2009-da o zaman Obama administrasiyasında vitse-prezident vəzifəsi tutan Joe Biden Tbilisidə olmuş Gürcüstan parlamentində ABŞ sizin yanınızdadır mesajı vermişdi. Sonuncu oxşar yüksək səviyyəli səfər isə 2017-ci ildə Donald Trump'ın birinci prezidentlik dönəmində baş tutub. Vitse-prezident Mike Pence'in Tbilisiyə səfəri NATO-nun bu ölkədəki hərbi təlimlər keçirməsinə təsadüf edirdi. Göründüyü kimi uzun illər Vaşinqtonun əsas maraq dairəsi Gürcüstan olsa da, indi mənzərə dəyişib. İlk dəfə ABŞ vitse-prezidenti Ermənistanda olacaq, Azərbaycanda isə ikinci dəfə. Vaşinqtonun gündəliyində də bu dəfə əsas xətt Gürcüstanın təhlükəsizliyi yox, Azərbaycan-Ermənistan sülh prosesi və regionda yeni iqtisadi layihələrdir.